Değerli həmkarlar, hər vaxtınız xeyir olsun. Bugündən başlayaraq hissə-hissə test kitabımızdakı testlərin cavablarının izahını verməyə çalışacağıq. Bugün ilk mövzumuz qədim dövr Azərbaycan ədəbiyyatı. Buradan başlayırıq. Vaxt itirmədən başlayaq. Qədim dövr Azərbaycan ədəbiyyatının əsas xüsusiyyəti kimi verilənlərdən biri yanlışdır. Demək, qədim dövr Azərbaycan ədəbiyyatı ən qədim dövrlərdən 10-cu əsrə qədər ki, dövrə əhatə eləyir. Baxaq görək variantlarda burada nə deyir? Bu dövr ədəbiyyatımız ortaq türk ədəbiyyatının tərkib hissəsi kimi mövcud olmuşdur. Bəli, bu doğru fikirdir. B-də deyir ki, bu dövr ədəbiyyatımızın ilk nümunələri Çin qaynaqlarından əldə edilmişdir. Bəli, bu da doğru fikirdir. Bu nümunələrin eramızın 2-ci əsrinə aid olduğu güman edilir. Xeyr, eramızın 2-ci əsrinə deyil, eramızdan əvvəl 2-ci əsrə aid olduğu güman edilir. Ona görə yanlışdır və yəqin ki, düzgün cavab da B variantıdır. Digər variantlara baxaq. C-də deyir ki, Çin qaynaqlarından əldə edilən nümunələr nəzm parçalardır ki, bu parçalar insanda həzin, hisslər, hüzünlü ovqat yaradır. Bəli, doğru fikirdir. Çünki ilk nümunələr Çində, Çin qaynaqlarında və orada əldə olunan nəzm parçaları, şeirlər, Çin dilinə tərcümə olunmuş şeirlərdir. İnsanda həzin, hüzünlü ovqat yaradır. Doğru fikirdir. D-də deyir ki, bir sıra dastanlar var ki, onların əsasında epos yaradıcı olduğu. Bəli, bu da doğru fikirdir. Bilirik ki, qədim dastanlar ümumi türk dastanlardır ki, onların əsasında epos yaradıcı. Epos da bilirik, dastanlar, dastandır, qəhrəmanlıq dastanı. Y-də deyir ki, yaradılış dastanında Qara xan tanrıdır. Bəli. Dünya onun iradəsinə tabidir, bəli, və o bədxahlığın xeyirxahlığı üstələməsinə imkan vermir, bəli. Y-də doğru variantdır. Demək, birdə düzgün cavabımız olur B bəndi. 2-yə baxaq. Burada deyir ki, hansı fikirlərin yeri dəyişilsə, uyğunluq bərpa olunur. Demək, burada yaradılış dastanı və Avesta haqqında məlumatlar əks olunub. 1 görürük bu yaradılış, 2 də Avesta. Bu dastanlar haqqında bu oxun içində görürük burada 1, 2, 3 bunlar yaradılışa aid, 4, 5, 6 bunlar da Avestaya aid olmalıdır. Baxaq görək birdə nə deyir? Ahramazda və Anqramanyu. Ahramazda və Anqramanyu Avestadadır. Xeyr Allahı ilə şər Allahıdır bu. Demək bir yanlışdır. Sağlamlıq, həyat, işıq və odun yaradıcısı. Elə bu da Avestadadır. Sonra yalan, zülmət, ölüm və xəstəliklər budaq. Bunların bütün bu fikirlərin 1, 2, 3 hamısı aiddir Avestaya. Kainatın ilkin mənzərəsi barədə təsəvvürlər. Bu aiddir yaradılış dastanına. Qara xan, bu da yaradılış dastanındandır. Bədxahlıq, xeyirxahlığı üstələyə bilməz. Bu da yaradılış dastanından Qara xana aiddir ki, Qara xan buna icazə vermir. Demək 4, 5, 6 da aiddir yaradılış dastanına. Ona görə də burada demək ki, nəyin yeri dəyişilməlidir? Yaradılışla Avesta sözünün, yəni 1-dən 2-nin yeri dəyişməlidir. Avesta sözü yaradılışa, yaradılış da dastanın adı da Avestanın üzərinə gəlməlidir. Ona görə cavabımız olacaq Y bəndi. Çünki 1 və 2-nin yerləri dəyişdirilməlidir. İndi baxaq digər, demək, 3-cü testimizə baxaq. 3-də nə deyir? Burada da deyir ki, Avesta necə kitabdır? Əlbəttə ki, dini kitab. Cavab olur A bəndi. 4-də baxaq. 4-də nə deyilir? 4-də göstərilir ki, bu sənətkarları birləşdirən cəhət nə ola bilər? Sənətkarların adını burada verib. Cəfər İbn Məhəmməd Marağayi, Əli Abdullah Mülgəçi, Bərəkəvey Zəncani. Elə bu sənətkarları birləşdirən cəhət cavablara baxmadan bilirik ki, bunlar vətəndə yaşayaraq ərəb dilində yazan sənətkarlardır. Yəni, bilirik ki, o qədim dövr ədəbiyyatından ərəblərin işğalından sonra bəzi sənətkarlarımız Ərəbistana göndərilib, aparılıblar, gedib orada yaşayıblar, orada ərəbcə yazıb yaradıblar. Bəziləri də vətəndə yaşayıb, burada yaşayaraq ərəb dilində əsərlərini yazıblar. Bu sənətkarlar isə 1, 2, 3 adı verilən, bunlar vətəndə yaşayaraq ərəb dilində əsərlərini yazıblar.
Cavablara baxaq. A-da deyir ki, fars dilində, xeyr, ərəbcə yazıblar. B-də deyir ki, vətəndən uzaqda, bu da xeyr, çünki vətəndə yaşayıblar. C-də türkcə yazıb, xeyr, ərəbcə yazıblar. D-də ərəb dilində yazıb yaratmaları. Bəli, demək düzgün cavabımız olacaq D bəndi, çünki bu sənətkarlar vətəndə yaşayaraq əsərlərini ərəb dilində yazıblar. Və davam eləyək, baxaq 5. İkisi artıqdır deyir burada. Demək, ikisi artıqdır 5-ci testdə. Vətəndə yaşayıb ərəbcə yaradanlar. Vətəndə yaşayıb ərəbcə yaradanlar bayaq adlarını çəkmişdik 3 nəfərin. Baxaq görək burada vətəndə yaşayıb yaşamayan ərəbcə yaradanlar kimlərdir? Marağayı vətəndə yaşayandır. Sonra Mülgəçi də vətəndə yaşayandır. Bayaq adları var idi. İsmail ibn Yasarla Musa Şahavat, bunlar isə Ərəbistanda yaşayıb ərəb dilində yazan Azərbaycanlı sənətkarlardır. Demək, artıq olan burada 2 və 3-dür. Ona görə düzgün cavabımız olacaq C bəndi. İndi baxaq test 6-ya. 6-da nə deyir? Verilən fikirlərdən biri qədim dövr ədəbiyyatımıza aid doğru fikir sayıla bilməz. Demək, yanlış axtarıq. Qədim dövrlərə getdikcə türk ədəbiyyatları arasında dil, üslub, obraz baxımından ümumiliyin, əlaqənin daha güclü olduğu görünür. Bəli, doğru fikirdir. Çünki türklər eyni bir ümumi türk ədəbiyyatında birləşmiş olublar. Qədim türklərin ortaq ədəbiyyatının əsasında duran dastanlar onların tarixini, qəhrəmanlığını əks etdirən qiymətli bədii nümunələrdir. Əlbəttə, bu da doğru fikirdir. Dastanlarda ortaq məkanda, coğrafiyada, mənəvi mühitdə yaşamış ulu babalarımızın təfəkkürü, dünya baxışı, mədəni əlaqələri öz bədii ifadəsini tapmışdır. Bəli, bu da doğru fikirdir. Bizə çatan dastanlardan məlum olur ki, bu dastanlar məzmunca fərqli, rəngarəng olmuşdur. Əlbəttə, bu da doğru fikirdir. 7 deyir ki, Çin dilinə tərcümə olunan şeir parçaları bugünkü türkü düşündürür. Ondan nikbin, xoş ovqatın yaranmasına səbəb olur. Yanlış fikir budur. Bəli, burada bugünkü türkü düşündürür, düzdür. Çin dilinə tərcümə olunan şeir parçaları bugünkü türkü düşündürür. Bura qədər düzdür. Amma onda nikbin, xoş ovqat deyil, həzin, hüzünlü ovqatın yaranmasına səbəb olur. Yəni təsirlidir. Ona görə 6-da da düzgün cavabımız olacaq Y bəndi. Sonra baxaq test 8-ə. Bəs burada 6 hanı? 6-nı demişdik, 7 ötürmüşdük. 7-ci testdə nə deyir? Burada deyir ki, müqayisə cədvəlinə əsasən hər iki tərəfdəki uyğunsuzluğu tapın. Uyğunsuzluq. Burada birinci tərəfdə Avest haqqında doğru fikir deyil, yəni yanlış fikirdir. Dədə Qorqud haqqında yanlış fikir deyil, yəni doğru fikirdir. Olmalıdır, əgər uyğun olardısa. Amma biz uyğunsuzluq axtarırıq. Uyğunsuzluğu axtardığımıza görə A-dan elə doğrunu, B-dən də yanlışı götürməliyik. Buna görə də baxaq. A-da deyir ki, siyasi kitabdır. Dövlət məsələləri əks olub. Hər iki tərəfdəki yanlış axtarırıq biz. Avesta siyasi kitab deyil, əlbəttə dini kitabdır. Bunu bilirik, bu yanlışdır. Yanlışdırsa da demək bu uyğun variant olmalıdır. Ona görə heç daha B-yə, Dədə Qorqud haqqında olana baxmadan A variantını seçə bilmərik. Oğuznamələrdən hesab olunur Dədə Qorqud, bu da doğru fikirdir. Yanlış fikir deyildir, bu doğru fikirdir. Yəni bu da uyğundur. Ona görə cavabımız A ola bilməz. B-də deyir ki, atəşpərəstlərin kitabıdır. Bəli, atəşpərəstlərin kitabıdır. Zərdüş tərəfindən yazılıb, doğrudur. Əsərin özəyini qatlar təşkil edir. Bu da doğru fikirdir. Demək, B doğru fikirdir. Amma biz buradan yanlışı götürməli olduğumuza görə, yanlışı götürməli olsaydıq əgər, uyğun olardı. Amma uyğunsuzluq deyirsə, demək bunu götürməliyik. Biri bu ola bilir, doğru ola bilir. Və Dədə Qorqud haqqında yanlış fikir deyil. Dədə Qorqud haqqında doğru fikri götürməliydik uyğun olmaq üçün. Amma uyğunsuzluğu axtardığımıza görə Dədə Qorqud haqqında da yanlış fikri götürməliyik. Dastanın yazıya alınması göstərir ki, yazılı ədəbiyyatımız
o dövrdə ərəb və fars dillərində mövcud olmuşdur. Bu doğru fikirdir. Çünki dastan yazıya alınıb, bəli, yazılı ədəbiyyatımız o dövrdə ərəb və fars dillərində mövcud olub. Bu da doğru fikirdir. Amma dastanın yazıya alınması, biz bilirik ki, dastan 15-16-cı əsrlərdə yazıya alınıb. Daha doğrusu ilk variant 11-ci əsrdə yazıya alınıb, amma o hissə bizə gəlib çatmayıb. Demək ki, düzgün cavabımız elə B variantı olacaq. Çünki uyğunsuz gələn fikirlər bunlardır. Digər variantlara da baxa bilərik. Burada deyir ki, məsələn, C-də deyir ki, Avestaya görə xeyri Allahı ilə şər Allahı bir-birinə qarşı mübarizə aparır. Doğru fikirdir. Burada deyir ki, doğru fikir deyil, yanlış. Yanlış deyirsə, bu doğru fikirdirsə, deməli uyğundur. Dastanda Oğuzların həyat tərzi, qəhrəmanlığı əks olunub. Bu da doğru fikirdir. Yanlış deyil, doğru fikir deyirsə, demək bu da. Yəni, düzgün cavabımız B, digərlərinə baxmasaq da olar. Artıq bizə düzgün cavab məlumdur. İndi baxaq test 8-ə. Adı çəkilən sənətkarlardan biri qədim dövr ədəbiyyatına aid deyil. Qədim dövr ədəbiyyatına aid deyil. Bərkəveyh Zəncani, Cəfər ibn Məhəmməd Marağayi, Əfsələddin Xaqani Şirvani, İsmail ibn Yasar, Əbdülabbas. Cavabımız olacaq C bəndi. Çünki Xaqani intibat dövrü ədəbiyyatının nümayəndəsidir. İntibat dövrü. O da qədim dövr ədəbiyyatı hesab olunmur. Bilirik ki, əvvəlki vaxtlarda qədim dövr 13-cü əsrə qədər sayılırdı. Amma onun içində deyirdik ki, 11-12-ci əsrlər yazılı ədəbiyyatın intibat dövrüdür. Heç sürədə onu yadda saxlaya bilmirdilər. Ona görə də elə bu şəkildə olmağı daha yaxşıdır. Qədim dövr ədəbiyyatına aid olanlar və intibat dövrünə aid olanlar. Demək, cavab olur C bəndi 9-cu testdə və 10-cu testdə adı çəkilən şairlərin adlarını qruplaşdırın deyir burada. Biz burada bu adları necə qruplaşdıraq baxaq. Demək, birdə buna uyğun qruplaşdırmalıyıq. Burada birdə deyir ki, ərəb ölkələrində yaşayıb ərəbcə yazanlar, ikidə vətəndə yaşayıb ərəbcə yazanlar. Burada biz artıq bilirik, demək, Zəncani, Marağayi, Mülkəçi, bunların üçü vətəndə yaşayıb ərəbcə yazanlardır. İsmail ibn Yasanla Əbdülabbas da ərəb ölkələrində yaşayanlardır. Demək, vətəndə yaşayıb ərəbcə yazanlar birinci 4-5 cavab olacaq D bəndi 4 və 5. İsmail ibn Yasar və Əbdülabbas bunlar ərəb ölkələrində yaşayıb ərəbcə yazanlardır. 1, 2, 3 də vətəndə yaşayıb ərəbcə yazanlardır. Ona görə düzgün cavabımız olacaq D bəndi. Qədim dövr ədəbiyyatı haqqında bu qədər. Burada cəmi 10 testimiz var idi. Dədə Qorqud dastanları haqqında da inşallah növbəti video izahda Dədə Qorqud haqqında deyərik. Yadda saxlayırıq ki, Dədə Qorqud dastanından bizə bir dənə boyun biri çıxarılıb. Ona görə də onunla bağlı olan testlər dərs kitabda var. Çünki kitabda elə çıxarılmayan vaxtda testlər hazırlanmışdı. Ona görə bu testin izahında həmin o çıxarılan boyla bağlı testlər üzərində iş aparmayacaq. Hələlik bu qədər. Sağ olun, var olun. Növbəti video izahda görüşənə qədər.